Ağacların üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulub. Belə ki, oradakı QR kodu oxutduqda ağacın növü, hündürlüyü və diametri ilə tanış olmaq olur. Dənizkənarı Milli Park, İçəri şəhər, Fəvvarələr meydanı, həmçinin şəhərin əsas küçə və prospektlərində bu mənzərə ilə hər birimiz qarşılaşırıq. Pilot layihə kimi start götürən yaşıllıqların inventarlaşması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni işi olsa da, qısa vaxtda diqqət çəkməyi bacarıb. Əslində bu bir müddətdir var və fərqli ağaclara tətbiq edilib. Bəs görəsən özünü nə dərəcədə doğruldu və şəhər sakinləri üçün bu maraqlıdır. Bilirsiniz bu nədir? Bəli, bilirəm. Ağacların yaşını müəyyən eləmək üçün qoyulur. Mən çox bəyənirəm bu təşəbbüsü, alqışlayıram. Məkanlar elə seçilib ki, buradan təkcə paytaxt sakinləri yox, həm də şəhərimizin yerli və əcnəbi turistləri keçir. Amma xarici ölkələrdən gələn qonaqlar QR kodları açıb oxutsalar da sadəcə şəkillərə baxa bilirlər. Çünki məlumat yalnız Azərbaycan dilindədir. QR code, but it's not in English, so... Təəssüflər olsun ki, ingilis dilində heç bir məlumat yoxdur. Əgər ingilis dilində olsaydı, bu ağac haqda onun yaşı barədə daha çox informasiya əldə edə bilərdik. Bu yaxşı təşəbbüsdür. Yerli əhali üçün bu əlverişlidir, amma turistlər üçün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə yaxın zamanlarda saytda məlumatların ingilis dilində yerləşdirilməsi də planlaşdırılır. Həmçinin layihənin davamı da gözlənilir. Növbəti mərhələdə layihə yalnız şəhər yaşıllıqlarının inventar alınması ilə kifayətlənməyəcək, digər regionlarda, həmçinin xüsusi həssas ərazidə yerləşən meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət ərazilərində olan yaşıllıqların da qeydiyyatına aparılması nəzərdə tutulub. Bəzi hallarda yaşıllıqların götürülməsi ilə bağlı rəylər tələb olunur. Bu rəylər də səlahiyyətli orqan qismində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilir. Yaşıllığın bioloji ömrünü tamamlayaraq quruması, onun forma və struktur baxımından yerləşdiyi ərazi üçün əlavə təhlükə yaratması, həmçinin xüsusi layihələr çərçivəsində götürülməsinə ehtiyacın yaranması bu rəyləri tələb edir. Belə olduğu halda da növbəti ildən yalnız inventarlaşdıraraq qeydiyyata alınmış ağaclara münasibətdə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən bu rəylər veriləcək. Layihə yaşıllıqların idarə olunması, mühafizəsi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Mütəxəssislər deyirlər ki, bu əslində yaşıllıqların pasportu, yəni rəsmi sənədi hesab olunur. Burada əsas məqsəd ümumilikdə yaşıllıq ərazilərində bu ağacların qorunmasını düzgün idarə etmək üçün bu kodlaşdırmanı aparmaq və bu nömrələnmə və kodlaşma vasitəsilə bir müəyyən ümumi məlumat bazası əldə etməklə tam məlumatlara sahib olmaqdır və gələcəkdə də o ağacların qorunmasını və idarə olunmasını düzgün həyata keçirməkdir. Layihə çərçivəsində pilot tətbiq mərhələsində Bakı və Gəncə şəhərində olan yaşıllıqların inventarlaşması işləri də görülüb. Təbii ki, layihənin başlıca məqsədlərindən biri də ekoloji mühiti yaxşılaşdırmaqla yanaşı, həm də gələcək nəsillərə yaşıl irs ötürməkdir. Nigar Babayeva, Sabir Şahvələdov, Telesəhər.